Onda deistlər də cənnətə gedəcək, tək yaradıcıya inanır yazıbdır burada. Deist ümumiyyətcə Allahın varlığını qəbul edir, dinləri, peyğəmbərləri, axirəti inkar edir. Ümumiyyətcə insan tək Allahı qəbul eləməklə cənnətə getməyəcək. Yəni Allahı qəbul eləyən insan kitabları da, Quranı da, digər kitabları da, peyğəmbərləri də, mələkləri də, axirəti də qəbul eləməlidir. Yəni tək Allahı qəbul eləməklə iş bitmir, iş qurtarmır. Və deistlər də o kəslərdir ki, onlar yaradıcının varlığını qəbul edirlər. Deyirlər, yəni bəli, yaradan var, Allahın varlığını qəbul edib digər şeyləri inkar edirlər. Boş şey də deyirlər. Uydurmadır, boş şey də deyirlər, subhanallah. Ona görə də deistlər belə, yəni bir insan deist olaraq ölərsə, bu dünyadan gedərsə, əbədi cəhənnəm əzabı gözləyir onu. Əbədi cəhənnəm. Çünki bir insan ya ateist oldu, ya deist oldu, ya agnostik oldu. Hər bir halda üçü də əbədi cəhənnəm əhlidir. Çünki biri Allahı qəbul edir, digər şeyləri qəbul eləmir. Biri ümumiyyətcə hər şeyi inkar edir, ateistlər. Və yaxud da agnostiklər olsun ki, deyirlər Allah ola da bilər, olmaya da bilər. Yəni nə sübutu var, varlığının, nə də yoxluğunun dəlili var. Yəni bu kimi sözlər deyirlər, amma deistlər hər bir halda, yəni bunların üçü də əbədi cəhənnəm əzabı gözləyir üçünü də. Həmçində deistlər yəni. Deistlər çünki Allahın varlığını qəbul edib, digər şeyləri inkar edirlər. Yəni peyğəmbərləri inkar edən, mələkləri inkar edən kafirdir, müsəlman deyil. Bir insan müsəlman olması üçün necə ki Allahın varlığını qəbul edirsə, digər şeylərə də iman gətirməlidir. Onların varlığını qəbul eləməlidir. Ona görə də bir insan deist kimi ölərsə, o insanı əbədiyyən cəhənnəm əzabı gözləyir. Əbədi, yəni cəhənnəmə girəcək, oradan onun üçün çıxış yoxdur. Çünki uca Allah kafirləri əbədi cəhənnəmdə saxlayacaq. Kafirlər üçün cəhənnəmdən çıxış, qurtuluş yoxdur.